Azərbaycan heykəltaraşlıq sənətinin canlı əfsanələrindən biri Ömər Eldarov yaradıcılığı ilə milli yaddaşı daşıyaraq gedən sənətkardır. Onun heykəlləri təkcə forma deyil, düşüncə, tarix və insan taleyidir. Ömər Eldarov 21 dekabr 1927-ci ildə Dərbənd şəhərində anadan olub. O sənətə erkən yaşlarından maraq göstərir və sonradan bu maraq onu Azərbaycanın ən tanınmış heykəltaraşlarından birinə çevirib. Eldarovun əsərlərində klassik realizm ilə milli ruh vəhdət təşkil edir. Onun yaratdığı portretlərdə insanın daxili aləmi, baxışlardakı sükut və ifadələrdəki dərinlik xüsusi yer tutur. Sənətkarın imzası bir çox monumental əsərlərdə özünü göstərir. İlk monumental işi isə Bakının mərkəzindəki Xurşidbanu Natəvan heykəlidir. Füzuli, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Şıxəli Qurbanov, Rəşid Behbudov, Zərifə Əliyeva, Tofiq Quliyev, Səttar Bəhbulzadə, Müslüm Maqamayev kimi böyük şəxsiyyətlərin heykəlləri Eldarovun yaradıcılığında milli mədəniyyətə olan dərin bağlılığın göstəricisidir. Bu heykəllər yalnız tarixi simaları deyil, onların ruhunu və dövrünü də bizlərə çatdırır. Heydər Əliyev 1983-cü ildə ilk büstünün hazırlanmasını məhz ona etibar etmişdi. Daha sonra heykəltaraş görkəmli dövlət xadiminə nəsr olunmuş heykəl abidələr yaradır. Ömər Eldarov eyni zamanda pedaqoq kimi də tanınıb. O uzun illər gənc heykəltaraşların formalaşmasında mühüm rol oynayıb. Sənətin sirlərini gələcək nəsillərə ötürüb. Onun yaradıcılığı Azərbaycan heykəltaraşlıq məktəbinin inkişafında mühüm mərhələ hesab olunur. Ömər Eldarovun heykəlləri zamanla yarışır. Çünki onlar daşdan yox, xatirədən və ruhdan yoğrulub. Bir əsrə yaxın ömür sürmüş heykəltaraş necə görkəmli şəxslərə heykəl ucaltsa da özünə heykəl qoyulmasını istəmir. Ömər Eldarovun sənəti susmur. O heykəllər vasitəsilə danışmağa davam edir.